Bismillahirrahmanirrahim. Xoş gəlmisiniz, əziz və dəyərli izləyicilər. Sözün mütləq həqiqətlə, həqiqətin isə ilahi nurla birləşdiyi, qaranlıq şuurların aydınlandığı bu məkanda yenidən sizinləyik. Biz çox vaxt elə düşünürük ki, həyatımızdakı böyük dəyişikliklər, o çox gözlədiyimiz möhtəşəm müjdələr və xilas anları qəfildən, heç bir xəbərdarlıq olmadan göydən düşmüş kimi gəlir. Lakin bu, insanın kainatın arxitekturasını dərk edə bilməməsindən yaranan böyük bir illüziyadır. Aləmlərin Rəbbi, mütləq riyaziyyatın və nizamın sahibi olan Allah, bəndəsinə böyük bir qapı açmazdan, ona böyük bir müjdə verməzdən əvvəl, onun psixologiyasında, ruhunda və ətrafındakı kosmik düzəndə çox incə, səssiz, lakin dəqiq işarələr yaradır. Fırtına bitməzdən dərhal əvvəl havada qəribə bir sükunət olduğu kimi, sizin də həyatınızdakı o böyük böhranlar, illərlə davam edən acılar bitməzdən əvvəl ruhunuza gizli kodlar, işarələr göndərilir. Egomuz və məhdud məntiqimiz bu işarələri çox vaxt fəlakət kimi, son kimi yozur. Halbuki onlar fəlakət deyil, yeni bir doğuşun sancıları, böyük bir müjdənin ayaq səsləridir. Bugün, bu dərin mənəvi səyahətdə sizinlə birlikdə kainatın və ruhun o gizli dilini deşifrə edəcəyik. Biz burada sözlərlə ruhunuzdakı qaranlıqlara nur salmaq üçün toplaşmışıq. Əgər illərdir bir qapını döyürsünüzsə, əgər yorulmusunuzsa və hər şeyin bitdiyini düşünürsünüzsə, qəlbinizi və şuurunuzu açın. Çünki bugün öyrənəcəyiniz bu 5 mütləq işarətdən biri və ya bir neçəsi hazırda sizin də həyatınızda baş verirsə, bilin ki, o böyük fərəc, yəni xilas və müjdə artıq qapınızın astanasındadır. Birinci işarət, mütləq tənhalıq. Həyatınıza böyük bir ilahi müdaxilənin, möhtəşəm bir qapının açılmasının ən birinci və ən sarsıdıcı işarəti sizin qəfil və mütləq şəkildə tənhalaşdırılmağınızdır. Bəli, səhv eşitmədiniz, insanlardan qoparılmağınız. Sən illərlə ətrafındakı insanlara, dostlara, qohumlara, vəzifəli şəxslərə güvənirsən. Düşünürsən ki, dara düşsəm, filankəs mənə kömək edər. Lakin Allah sənə o böyük müjdəni verməzdən dərhal əvvəl qəfildən bütün o saxta dayaqları sənin altından çəkir. Ən güvəndiyin insanlar səndən üz çevirir, sənə xəyanət edir və ya səbəbsiz yerə səndən uzaqlaşırlar. Telefonların susur, sən mütləq bir qaranlığın içində tək qalırsan. Bu an insan egosu fəryad edir, mən tərk edildim, hər kəs məni atdı. Lakin İmam Əli əleyhissalam bəşər idrakını alt-üst edən o möhtəşəm hikmətində bu tənhalığın əsl fəlsəfəsini belə bəyan edir. Allah bir bəndəsini sevəndə və onu özünə yaxınlaşdırmaq istəyəndə, onu insanların içindən çəkib alar, təcrid edər ki, bəndə yalnız onunla ünsiyyət qursun. Sübhanallah, bu fəlakət deyil, bu ürəyinin təmizlənməsi prosesidir. Allah sənin qəlbindəki o şirki, yəni insanlara olan o saxta güvəni məhv edir. Kainatın sahibi sənə deyir, sənə məndən başqa heç kimin xeyri yoxdur. Aradan bütün vasitəçiləri çıxarıram ki, verəcəyim o böyük neməti filankəsdən deyil, birbaşa məndən biləsən. Əgər bugün ətrafınız boşalıbsa, tək qalmısınızsa və insanların vəfasızlığı ilə üz-üzəsinizsə, kədərlənməyin. Bu təcrid göylərin sizə hazırladığı o böyük şah əsərin, o müjdənin ən birinci xəbərçisidir. İkinci işarət, ilahi sinxronizasiya. İkinci işarət, sənin daxili saatınla, kainatın və planetlərin hərəkəti ilə hesablanmış ilahi planın sinxronlaşması, yəni üst-üstə düşməsi anıdır. Biz aciz insanlar hər şeyi bugün, bu saniyə, dərhal istəyirik. Lakin unuduruq ki, Allahın nizamında hər bir hadisənin milyardlarla illik bir qanuna uyğunluq daxilində tam, mütləq saniyəsi var. Kainatdakı ulduzların doğuşu, planetlərin orbitləri necə riyazi bir dəqiqliklə hesablanıbsa, sənin həyatındakı o düyünün açılma saniyəsi də elə hesablanıb. Kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm buyurur,
Bilin ki, qələbə səbirlə, yəni zamanı gözləməklə, fərəc və qurtuluş sıxıntı ilə, hər çətinlik isə mütləq bir asanlıqla bərabərdir. Bəs müjdənin yaxınlaşdığını necə bilərik? O zaman ki, sənin içindəki o tələskənlik, o qəzəb, niyə hələ də olmadı üsyanı, qəfildən bitir. Sən birdən-birə kainatın o mütləq axarına, Allahın zamanlamasına təslim olursan. Həyatında hər şey tərs gedir, amma sənin ruhunda qəribə bir anlayış yaranır. Deməli, hələ zamanı deyilmiş. Mənim Rəbbim ən doğru zamanı bilir. Əgər qəlbində zamana qarşı olan o savaş bitibsə, əgər sən ulduzların hərəkətini sürətləndirə bilməyəcəyini anladığın kimi, qədərin də səhifələrini zorla vərəqləyə bilməyəcəyini qəbul edib, mütləq bir təvəkkülə keçmisənsə, and olsun ki, bu kosmik sinxronizasiya o böyük qapının açılmasına saatlar qaldığının xəbərçisidir. Üçüncü işarət. Qaranlığın zirvəsi. Üçüncü işarət, bəlkə də insanın dözə biləcəyi ən ağır sınaqdır. Böyük bir müjdə gəlməzdən əvvəl işlər yavaş-yavaş düzəlmir. Əksinə, hər şey daha da pisləşir. Qaranlıq dözülməz dərəcədə qatılaşır. Sən elə bilirsən ki, dua etdikcə işlərin asanlaşacaq. Amma baxırsan ki, borcun daha da artdı, xəstəliyin daha da ağırlaşdı, düşmənlərin daha da gücləndi. Və sən o mütləq daralma anında, nəfəsinin kəsildiyi yerdə fəryad edirsən. Artıq dözə bilmirəm, gücüm bitdi. Məhz bu an biz Qur'anın və Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin bəyan etdiyi o mütləq kainat qanunu ilə, yəni qəbz və bəst fəlsəfəsi ilə üzləşirik. Kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm buyurur, bir çətinlik iki asanlığa əsla qalib gələ bilməz. Və İmam Əli aleyhissalam bu mütləq daralma anını belə deşifrə edir. Bəlalar və sıxıntılar öz mütləq zirvəsinə çatıb, insanı tamamilə əzdiyi an əslində fərəcin və xilasın doğuşanıdır. Baxın bu mütləq həqiqətə. Təbiətə baxın, gecənin ən zülmət, ən qorxunc və ən qaranlıq anı hansıdır? Günəşin doğmasına ən yaxın olan andır. Əgər bugün dərdlərin üst-üstə gəldiyini, hər şeyin üstünə yıxıldığını və artıq bircə faiz belə ümidin qalmadığını hiss edirsənsə, sevin. Çünki bu qatı qaranlıq fərəcin, qurtuluşun və müjdənin sənə toxunacaq qədər yaxınlaşdığının ən güclü, ən mütləq sübutudur. Sən sınağın zirvəsindəsən, bir addım sonra eniş və azadlıq başlayır. Dördüncü işarət. Səkinənin enişi. Dördüncü işarət xaricdə deyil, məhz sənin şuurunun ən dərin qatlarında baş verən möhtəşəm bir möcüzədir. Buna İslam fəlsəfəsində səkinə deyilir. Ətrafında fırtına qopur, düşmənlərin sənə hücum edir, banklar sənə xəbərdarlıq edir. Məntiqə görə sən dəli olmalısan, panik atak keçirməlisən. Lakin sənin qəlbində heç bir məntiqə, heç bir elmi izaha sığmayan qəribə, mütləq bir sükunət, bir hüzur yaranır. Sən gülümsəyirsən. Sənə deyirlər, sən dəli olmusan, bu qədər dərddə necə belə sakit qala bilirsən? Sən özün də bilmirsən niyə beləsən. Amma içindən bir səs mütləq bir əminliklə sənə pıçıldayır. Hər şey çox gözəl olacaq. Rəbbim məni tərk etməyib. Gəlin İbrahim Peyğəmbərin o möhtəşəm sınağına baxaq. Onu Nəmrudun yandırdığı o nəhəng atəşə atdıqları anı təsəvvür edin. Kənardan baxanlar üçün bu mütləq bir ölüm, böyük bir fəlakət idi. Atəş qorxunc idi. Lakin İbrahim əleyhissalam atəşin mərkəzinə düşdüyü an Allah o atəşə əmr etdi. Ey atəş, İbrahimə qarşı sərin və səlamət ol. O an İbrahimin qəlbinə və ruhuna elə bir səkinə indi ki, kənardakı o dəhşətli fırtına onun daxilindəki sükunəti poza bilmədi. O atəşin ortasında mütləq bir hüzur içində idi. Bax bu sükunət,
Bu səkinə sənə göylərdən endirilən mənəvi bir zirehdir. Əgər həyatındakı dərddə, o xaosun tam mərkəzində olmağına rəğmən, qəlbində o izah olunmaz rahatlığı, o hər şey düzələcək hissini tapmısansa, bil ki, bu hiss boş yerə yaranmayıb. Allah sənə o qapını açmazdan əvvəl qəlbinə o qapının açılacağının müjdəsini elə bu səkinə vasitəsilə hiss etdirir. Sən artıq atəşin içində yanmayanlardansan. 5-ci işarət. Sadiq röyalar və nəhayət, müjdənin yaxınlaşdığını göstərən 5-ci və ən metafizik işarət, ruhun bədəndən ayrılaraq zamanın o tayındakı həqiqətləri görüb sənə gətirməsi, yəni sadiq röyalardır. Sıxıntının ən ağır günlərində Allah bəndəsini tamamilə ümidsiz buraxmaz. Kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm buyurur, Peyğəmbərlik bitmişdir, məndən sonra Peyğəmbər gəlməyəcək, lakin müjdəçilər qalmışdır. Səhabələr soruşdular, müjdəçilər nədir ya Rasulallah? O cavab verdi, müminin gördüyü və ya onun üçün görülən gözəl, sadiq yuxulardır. Sən həyatla mübarizə apararkən gecə dərin bir yuxuya gedirsən və yuxunda aydınlıq bir su görürsən, qapalı bir qapının açıldığını görürsən, yuxarıya doğru piləkan çıxdığını görürsən, yaxud heç tanımadığın nurlu bir insanın sənə gülümsəyərək nəsə verdiyini görürsən. Bu yuxular qarışıq deyil, şeytani kabuslar deyil. Sən oyandığında bədənində yox, birbaşa ruhunda o yuxunun gerçəkliyinə aid dərin bir inam olur. Bu, Allahın sənin təmiz qəlbinə göndərdiyi xüsusi bir teleqramdır. Sənə deyir ki, səbr et, qulum, pərdənin arxasında sənin xəyal belə edə bilməyəcəyin o nəhəng mükafatı hazırlamışam. Cəsarətli ol, çünki qaranlıq artıq bitir. Əgər bu cür sadiq röyalar görmüsünüzsə, onu hər kəsə danışaraq enerjisini dağıtmayın. Onu yalnız hikmət əhli olanlara danışın və Allaha hər gün həmd edərək o müjdənin gerçəkləşəcəyi anı gözləyin. İndi olduğunuz yerdə rahatlanın və gözlərinizi yüngülcə qapayın. Dərindən, içinizdəki bütün o qorxunu, gələcək qayğısını, görəsən necə olacaq təlaşını içinizə çəkərək dərin bir nəfəs alın. Və indi yavaşca bütün o şübhələri, o qaranlıq senariləri bədəninizdən və ruhunuzdan çölə, sonsuzluğa üfürün. Zəka gözünüzlə həyatınızdakı o ən böyük problemə, o açılmayan qapıya baxın. Lakin bu dəfə qorxuyla yox, bugün öyrəndiyiniz o mütləq həqiqətin, o ilahi elmin işığında baxın. İnsanlar sizi tərk etdi. Sevinin. Deməli, Allah özü sizin işinizi həll edəcək. Hər şey dözülməz dərəcədə ağırlaşdı. Sevinin. Deməli, qaranlığın zirvəsi gəlib çatdı. Və qəlbinizdəki o izah olunmaz səkinəni hiss edin. O sizin zirehinizdir. Egonuzu və vəsvəsələri ayaqlar altına alın. İçinizdən mütləq bir səmimiyyətlə və yəqinliklə Rəbbinizə, Əl-Fəttah olan Allaha bu fəryadı yüksəldin. Allahım, sənin mərhəmətindən ümid kəsməkdən sənə sığınıram. Məni tənhalaşdıraraq özünə çəkdiyin üçün, mənə verdiyin bu sınaqlar üçün sənə həmd edirəm. Mən hazıram. Qəlbimi və ruhumu səndən gələcək olan o böyük müjdəyə, o mütləq xilasa açıram. Sən təksən və hər şeyə qadirsən. Hiss edirsinizmi? İçinizdəki o daş necə əridi? O divar necə qum dənələri kimi dağılıb yox oldu? Çünki siz qorxuya deyil, ümidə və Yaradanın gücünə bağlandınız. Ruhunuzdakı bu mütləq qərarın, bu təslimiyyətin göylərdə şahidlik edilməsi üçün rəy bölməsinə keçin və kainata öz müjdənizi qəbul etdiyinizi belə bəyan edin. Allahın mərhəmətindən əsla ümidimi kəsmirəm. Gələcək olan o böyük müjdəni və mütləq fərəci sevgi ilə qəbul edirəm. Əgər bu dərin mənəvi səyahət qəlbinizdəki qorxunu bir zərrə qədər də olsa qıra bildisə, zəhmət olmasa bu videonu bəyənərək və Sözlə Nur kanalımıza abunə olaraq bu mütləq həqiqət və idrak yolunda bizimlə birlikdə addımlamağa davam edin. Sözün qüdrəti ilə zülməti işıqlandıran bu məkanda sizin varlığınız ən böyük nurdur. Ruhunuzun daim sükunətlə,
qapılarınızın hər zaman müjdələrlə dolması diləyi ilə. Allahın mütləq amanında qalın.